Dəyərli konqres iştirakçıları, dəyərli kolleqalar, hər birinizi 5-ci Beynəlxalq Azərbaycan Hematologiya Mütəxəssisləri Konqresində salamlayıram. Dəvət üçün hər zaman kimi başda Valid doktor olmaqla bütün komitə üzvlərinə təşəkkürümü bildirirəm. Bugünkü mənim mövzum böyüklərdə kəskin leykemiyaların idarə olunması və saxlayıcı terapiya barəsində olacaq. İlkin olaraq təqdimatımın qısa planı ilə sizə tanış eləmək istəyirəm və mümkün qədər reqlamentə uyğun hərəkət etməyə çalışacağam. Mövzularımız hansı başlıq altında olacaq? Əməliyyatın idarə olunmasına ümumi baxış, əməliyyatda müalicə strategiyaları, saxlayıcı terapiya anlayışı, klinik sınaqlar və yeni yanaşmalar, müalicə yönümlü qərarlar və yekun nəticə. Bu plan üzrə məruzəmi sizə çatdırmağa çalışacağam. Kəskin mieloid leykemiya nədir? Periferik qan sümüyü və digər toxumalarda mieloid blastların patoloji klonal genişlənməsi və maturasiya bloku ilə xarakterizə olunan, sürətli proqressiya edən maliqn hemopoietik kök hüceyrə xəstəliyidir. Xəstəliyin gedişində histogenetik və molekulyar mutasiyalar dominantlıq təsir göstərdiyi üçün bu qrup xəstələr xüsusilə innovativ müalicə üsullarını, yəni müalicə tələb edən xəstəlik qruplarıdır. Böyüklərdə ən çox rast gəlinən leykemiyalar bütün xəstəliklərin xərçənglərin 1%-ni, xərçəngə bağlı ölümlərin isə 2%-ni təşkil edir. 10 yaş altı uşaqlarda KML 10% hallarda rast gəlinir. Amerika Birləşmiş Ştatları və Avropada rast gəlmə tezliyi hər 100 min nəfərdə 3-5 hal olaraq bildirilir. Orta diaqnostik yaş 67-dir və yaşla birlikdə rast gəlmə tezliyi təbii ki artır. Əməliyyatın idarə olunma prinsiplərinə ümumi bir baxış keçirsək, burada əsas məqsəd genetik dəyərlənmə, MRD statusu və individual klinik dəyərləndirmə, yəni xəstənin fit və anfit olmasına qərar verməklə optimal nəticə əldə etmək olar. Genetik, az öncə qeyd etdiyimiz kimi, genetik dəyərləndirmə dedikdə nə nəzərdə tutulur? Xəstələrin risk təsnifatına görə qruplara bölünməsi, yəni yaxşı, orta və pis proqnostik qruplara bölünməsidir ki, burada da mən bu risk təsnifatını demək olar ki, əksər hematoloqlar istifadə etdiyi bir təsnifatdır və bu LNN 2017-22-ci il arasındakı fərqlər sadəcə bəzi genetik mutasiyaların artıq yaxşı mutasiyadan orta və yaxud pis mutasiyaya keçməsi ilə xarakterizə olunub. Məsəl üçün, yaxşı qrupa aid olan 2017-ci ildə MPM1 mutasiyası FLT3-ün iştirakı ilə və FLT3 olmadan əvvəllər yaxşı qrupa aid edilirdisə, artıq FLT3 mutasiyası ilə olmayan qrup yaxşı, olan qrup isə orta proqnostik kriteriya aid edilir və yaxud da ki, wild tip MPM əvvəlcə FLT3 ilə bərabər olan pis proqnostik qrupa aid edilirdisə, indi artıq o orta MPM-in iştirakı ilə olan orta qrupa aid edilib. Və digər MDS üçün xarakter olan genetik mutasiyalar artıq pis proqnostik qrupdakı bəzi genetik mutasiyalarda əlavə olunub. Və bu genetik təsnifat xəstəliyin sonraki idarə olunmasına çox əhəmiyyət kəsb edir. Əməliyyatda müalicə ardıcılığı hər birimizin bildiyi kimi induksiyon terapiya, reinduksiya, ehtiyac olarsa konsolidasiya və saxlayıcı terapiya istiqamətində aparılır ki, induksiyada məqsədimiz remisiyadan ayrılmaq, yəni sümüyülüyündə blast faizinin 5-ə endirilməsi, reinduksiya əgər remisiya əldə olunmayıbsa və ya MRD yüksəkdirsə, əlavə induksiya ilə xəstəliyi nəzarətə almaq məqsədi daşıyır. Konsolidasiya isə remisiyanı dərinləşdirmə və xəstəliyin geri qayıtma ehtimalını azaltmaqdır və təbii ki, yüksək risk xəstələrdə artıq allogenik nakil barədə düşünülür. Saxlayıcı terapiyanın məqsədi nədir? Remisiyanı qorumaq, MRD-ni azaltmaq və relaps riskini minimuma endirməkdən ibarətdir. Müalicənin idarə olunmasında NCCN tövsiyələri nədən ibarətdir? Xüsusən bunlarda induksiyon terapiyaya uyğun olan xəstə qrupları və induksiyon, yəni intensiv müalicəyə uyğun olan xəstə qruplarına və intensiv terapiyaya uyğun olmayan xəstə qruplarına bölür NCCN və bu qruplarda yaxşı, orta və pis proqnostik qrupa aid olan xəstələrə uyğun protokolda seçimi NCCN tövsiyələrində göstərilir. Məsəl üçün, az öncə göstərdiyim slaydda yaxşı və orta proqnostik kriteriyalara cavab verən xəstələrin bildiyimiz standart 7+3 və yaxud da ki, CD33 pozitiv olanlara gemtuzubamın əlavə olunması ilə gedən FLAG-IDA, tək və yaxud da FLAG-IDA, yenə gemtuzubamın əlavə olunması ilə gedən müalicə strategiyaları və s. kimi özünü göstərir. Digər, məsəl üçün, pis proqnostik kriteriya uyğun olub, amma intensiv induksiyon terapiyaya uyğun olan xəstələr isə daha çox azatidin, decitabin, venetoclax bazlı müalicə terapiyalarına önəm verilir. Və əvvəl qeyd etdiyim kimi, hansı ki, bu kriteriya olaraq yüksək risk qrupunda olsa da belə intensiv terapiyaya uyğun olmayan xəstələrə isə aşağı intensivlikli terapiyalar təyin olunur ki, burada da yenə azatidin, venetoclax, decitabin, venetoclax, düşük doz arası və bu protokollara üstünlük verilir. Konsolidasiya terapiyasında da bildiyimiz yüksək doz arasinin və yaxud da ki, 5+2 protokol istarabin, daunorubicindən olan və yaxud FLT3 mutasiyalar pozitiv olanlara quizartinibin əlavə olunması ilə gedən müalicə strategiyalarına və sonunda təbii ki, sümüyülü transplantasiyası ən yekun müsbət effekt almaq üçün edəcəyimiz addımdır.
Saxlayıcı terapiyanın məqsədi nədir? Saxlayıcı terapiyada əsas məqsəd remisiya müddətini uzatmaq, relaps riskini azaltmaq, ümumi sağ qalmayı yaxşılaşdırmaq, hansı ki, irəlidə mən bu slaytlarımda hansı protokol çalışmaları bu üstünlüyünü göstərib, o barədə danışacağam. Transplantasiya olmayan, yəni aday olmayan xəstələrdə sağ qalma artırmaq bu alternativ uzun müddətli nəzarət strategiyası daşıyır və MRT pozitiv xəstələrdə erkən müdaxiləni təmin edir. Saxlayıcı terapiya post-transplantdan immunoloji stabilliyi qorumaq, xüsusən son çalışmalar bunun bir daha vurğulayır ki, və göstərilir FLT3 inhibitorlar relapsı azaldır və graft leykemi effektini də gücləndirir. Eyni zamanda CVHD riskini balanslaşdırmağa kömək edir. Xüsusən bu qrup, bu saxlayıcı terapiya hansı qrup xəstələrə, xüsusən yaşlı və komorbiditəsi olan xəstələrdə effektiv təsir göstərir. Çünki düşük dozlu və oral yaxşı tolerə olan dərmanları xəstə ev şəraitində qəbul edir və bu da uzunmüddətli xəstəlik nəzarəti məqsədilə daha stabil həyat təmin edir xəstələr üçün. Ümumi sağ qalımı yaxşılaşdırdığını qeyd etdiyim saxlayıcı terapiya, məsələn, Qoazar çalışması kimi böyük tədqiqatlar sübut edir ki, müəyyən xəstə qruplarına, məsələn, nakilə uyğun olmayanlarda saxlayıcı terapiya overall survival və relapse-free survival-ı artırır. Hədəf xəstə kateqoriyası kimlər seçilməlidir saxlayıcı terapiyası üçün? Bura konsolidasiya müalicəsini tamamlamış, remissiyada olan xəstələr və bu əsas hədəf qrupudur. Transplantasiya üçün uyğun olmayan, yaşı 60 üzəri olan, komorbid xəstəliyi olan və intensiv terapiya davam edə bilməyən xəstələr, orta və yüksək riskli genetik və molekulyar mutasiyalara malik olan xəstələr və bunlarda çünki erkən relaps riski yüksək olduğu üçün saxlayıcı terapiyadan fayda görə bilərlər. Məsələn üçün, oral azasizinlə olunan tədqiqat bu qrup üçün təsdiqlənmiş əsas müalicə saxlayıcı terapiya üsuludur. Yüksək relaps riski olan və MRT pozitiv olan xəstələr kimlərdir? Bunlar təbii ki, yüksək risk mutasiyalarına malik olanlar, kompleks karyotip anomaliyaları olanlar, öncəki relaps tarixi, yəni daha erkən relaps olan xəstələr və xüsusən MRT pozitivlik relapsın ən güclü prediktorudur. Belə ki, bunlarda induksion konsolidasiya terapiyadan sonra MRT pozitiv qalanlar, MRT fluktuasiya edən, yəni stabilləşməyən xəstələr, post-transplant MRT pozitiv olanlar bu qrupdan, bu müalicə üsulundan fayda görürlər və ən çox fayda görə biləcək xəstə qruplardır. Allogenik kök hücrə transplantasiya olunmuş, lakin FLT3 mutasiyası pozitiv olan xəstələr də eyni zamanda bu qrupa daxil olunur, hədəf qrupudur və FLT3-ün pozitiv olduğunu göstərən çalışmalar, pozitiv olan xəstələrdə post-transplantat effektivliyi göstərən sorafeniblə olan sormain tədqiqatı, gilteratiniblə olan postallogenik nakil tədqiqatları barəsində irəli sunumda danışacağam. Bu dərmanlar post-transplantat saxlayıcı terapiya olaraq relaps riskini əhəmiyyətli dərəcədə azaldır. Saxlayıcı terapiyaya daxil olunan, istifadə olunan dərmanlar NCCN tövsiyələnən oral azasitidin, desistabin, gilteratinib, sorafenib, midastaurin və aşağı dozlu azasitidin şəklində təqdim olunur, göstərilir bizə. Buradakı çalışmalardan xüsusən oral azasitidin effektivini göstərən Qoazar çalışmasının barədə danışmaq istəyirəm ki, bu ilk böyük faz 3 çalışmadır ki, oral azasitidinin saxlayıcı terapiya olaraq AML-də overall survival və relapse-free survival yaxşılaşdırdığını sübut edən bir çalışmadır ki, burada da 148 mərkəzdən 23 ölkə bu tədqiqata daxil edilib, ümumiyyətlə 472 xəstə ilə randomizə edilib və bu xəstələrdən azasitidin alan qrup 238 xəstə, plasebo qrupu isə 234 xəstə olub ki, median yaş 68, median izləmə müddəti isə 41,2 ay olmuşdur. Nəticə olaraq azasitidin alan qrupda 24,7 ay, plasebo qrupunda 14,8 ay olub, relapse-free survival azasitidin qrupunda 10,2 ay, plasebo qrupunda isə 4,8 ay olub ki, bu da yəni müqayisədə 2 dəfə effektiv olduğunu göstərir. Digər saxlayıcı terapiyalar üçün deməli FLT3 pozitiv xəstələrdə FLT3 inhibitorlarının rolundan danışan deməli tədqiqatlardan danışacağam. Bu post-remission və post-transplantasiya xəstələri nəzərdə tutur. Və burada deməli quazertinibin saxlayıcı terapiyada rolunu göstərən hamımızın bildiyi Quantum First çalışmasıdır ki, burada randomizə olunmuş plasebo kontrollu faz 3 çalışmasıdır ki, burada da 18-75 arası FLT3 pozitiv yeni diaqnozlu AML xəstələri daxil edilib bura ki, bunlardan da 539 xəstə tədqiqata daxil edilib. Xəstələr induksion konsolidasiya terapiya alır və saxlayıcı terapiya olaraq isə quazertiniblə 30, daha sonra 60 mq günlük dozda qəbul etməklə 12 ay aparılır və yekun olaraq burada da yenə endpointlər ortalama overall survival, relapse-free survival və sarı dinamikası müşahidədə nəticələr əldə olunur ki, burada da OSD-də əldə olunan quazertinib qrupunda 31,9%, plasebo qrupunda 15,1% və ölüm riski 22% azalıb. Relapse-free survival-da isə deməli burada RFS
əhəmiyyətli dərəcədə artıb və relaks ölüm riski isə 40% azalıb artıq burada. Ən yüksək fayda MRD pozitiv xəstələrdə əldə olunub və bunlar daha çox allogenik nakil sonrası quartizinib alan xəstələr olub. Median deməli relapse free survival quartizinib qrupunda 39.3, plasebo qrupunda isə 13.6 ay olubdu və nəticə olaraq bu sınaq quartizinibin RFS-i əhəmiyyətli dərəcədə uzatmağını, overall survival yaxşılaşdırdığını, relaps ehtimalını azaltdığını, MRD pozitiv xəstələrdə xüsusilə üstünlük göstərdiyini və allogenik nakil sonrası təsirinin güclü olmasını və yaxşı tolerə edə bilən müalicə seçimi olduğunu göstərmişdi. Sormain tədqiqatı nədir? Bu da yenə FLT3 pozitiv aməli xəstələrdə nakil sonrası saxlayıcı terapiya olaraq sorafenibin istifadəsini qiymətləndirən bir randomizə çalışma olub. Faz 2 klinik sınaqdır. Burada da 83 xəstə sınağa daxil olunub. Bunlar FLT3 pozitivli mutasiyalı aməli xəstələri və nakil sonrası remissiyada olan xəstələrdir. Əsasən 60-100-cü gün sonrası nakildən sonra müalicə başlayıb və 24 ay davam etdirilib. Nəticə olaraq sorafenib 24 ay müddətində RFS-i əhəmiyyətli dərəcədə artırıb, relaks riskini 70% azaldıb, OS yaxşılaşma trendi göstərib, ağır aloimin GVHD mənfi effekti sübut olunmayıb, ən mühüm üstünlük isə FLT3-ün kolonar yükünün azalması ilə gedib. Burada da Sormain tədqiqatına görə ki, 24 aylıq izləmdə sorafenibdə qrupunda 85%, plasebo qrupunda 53.3% effekt əldə olunub. Overall survival 24 aylıq təqibdə sorafenib qrupunda 90.5%, plasebo qrupunda isə 66.2% təşkil edib. Digər çalışma Ratify çalışmasında klinik əhəmiyyəti nədən ibarətdir? Bu da midastavrinin induksion konsolidasyon terapiyadan sonra saxlayıcı terapiyada, yəni remissiyadan sonraki 2 il ərzində istifadə ardıcıllığında aməlidə sağ qalımı artırdığını göstərdi və FLT3 inhibitorlarının gələcəkdə rasional istifadə olunma ehtimalını yaratdı və yeni tədqiqatlara, məsələn, morfo kimi tədqiqatlara yol açdı və midastavrin uzun müddətli istifadəsinin təhlükəsiz olduğunu göstərdi. Əməliyyatda hədəfli saxlayıcı terapiya yanaşmasının klinik standartlaşmasına zəmin yaratdım. Gilteritinibin saxlayıcı terapiyada rolunu göstərən son çalışma morfo tədqiqatıdır ki, bu da faz 3 randomizə edilmiş çalışmada 122 mərkəzdən 16 ölkə iştirak edib tədqiqatda və 356 xəstə üzərindən tədqiqat aparılıb. Xüsusən burada xəstələr FLT3 mutasiyalı olmalı, complete remissionda olmalı və peri-nakil öncəsi MRD statusu məlum olmalı idi. Məqsəd gilteritinibin allogenik nakil sonrası saxlayıcı terapiya kimi RFS-i yaxşılaşdırıb yaxşılaşdırmadığını yoxlamaq idi bu tədqiqatın məqsədi. Doz olaraq 120 mg gündəlik istifadə olundu və müalicə müddəti 24 ay davam edərək nakildən sonraki 30-90 gün sonra istifadə olunmağa başladı. Nəticə olaraq yenə bu qrupda, gilteritinib qrupda relapse free survival 77.2%, plasebo qrupunda 69.9% oldu və buradakı fərqlərə baxsaq, statistik olaraq bir əhəmiyyətli fərq hiss olunmur, yəni faiz nisbətlərində. OS qrupunda gilteritinib qrupu 80.7%, plasebo qrupu 77.5% effekt alındı. Burada da ciddi statistik fərq olunmadı, yəni sərhəddə aşkar olundu. Əsas ki, subanaliz burada oldu. MRD pozitiv xəstələrdə RFS-in yüksəlmiş olması ki, bu da relaps ölüm riski ehtimalını 49% azaltdı və nəticə olaraq statistik əhəmiyyətli bir nəticə oldu bu. Müalicə MRD pozitiv olan qrupda ən güclü təsir göstərdi və MRD mənfi xəstələr müalicədən faydası olmadı və hətta statistik əhəmiyyəti olmasa da belə bir qədər yüksəkdir də yəni bu riski. Morfo tədqiqatının ümumi populyasiyada postnakil rutin standart olaraq gilteritinib təsdiqlənməsə də belə, lakin MRD yönümlü postnakil idarəetməni dəyərləndirmədə önəmli tədqiqatdır və MRD pozitiv xəstələrdə gilteritinib istifadə oluna bilər fikrini gücləndirmişdir. Saxlayıcı terapiyada son olaraq MRD-nin MRD statusu barəsində danışmaq istəyirəm ki, burada MRD amelinin relaps riskinin ən güclü prediktorudur və proqnostik biomarkerdir və saxlayıcı terapiyanın başlanmasına qərar verən əsas faktorlardandır. MRD pozitiv xəstələrdə saxlayıcı terapiya daha çox fayda verir. MRD yükünü azaldaraq uzun müddətli remissiyanı qorumağa kömək edir. MRD neqativ xəstələrdə yenə saxlayıcı terapiya düşünə bilər. Xüsusən orta yüksək riskli xəstəlikdə MRD neqativlik relaps riskini sıfırlamır, lakin saxlayıcı terapiya relaksın profilaktikasını gücləndirir. MRD monitorinqi saxlayıcı terapiya dövründə qərar verməni yönləndirir. Yəni ki, MRD yüksəlməsi müalicə müddətində aşkar olunarsa, bu zaman müalicəni intensivləşdirmək və ya allogenik nakilə keçmək barədə dəyərləndirmə, MRD azalarsa, neqativləşmə olarsa, müalicənin uğurlu olduğunu göstərir. Təbii ki, monitorinqdə kvantitativ PCR, NGS flow ilə monitorinqi aparılır.
Son olaraq sunumdan take-home deyək mesajlarımız sonuç olaraq nə oldu? AML idarə olunması tam fərdiləşdirilmiş risk və MRD əsaslı bir prosesdir və induksiya terapiyasının seçimi xəstənin fitliyi və molekulyar profilinə əsaslanır. MRD statusu bütün müalicə mərhələlərində konsolidasiya olsun, nakil olsun və yaxud saxlayıcı terapiyanın mərkəzi biomarkeridir. Saxlayıcı terapiya xüsusən MRD pozitiv və yüksək risk qruplarında uzunmüddətli remissiyanı qorumağın əsas elementidir. AML artıq standart bir diaqnoz deyil, fərdiləşmiş biomarker yönümlü və davamlı monitorinqə əsaslanan bir xəstəlik idarə etmə modelidir. Diqqətiniz üçün təşəkkürlər.